Ne günüdür? Ne günüdür? Ömür balam bakşa dönüm dönderim. Ömür balam seni bazara gönderim. Tacir mənim üçün çox böyük bir sənətkardır və mən onun xətrini dünyalar qədər istəyirəm və onu öz aləm bilirəm, biləsiniz və onun xasiyyəti, insanlığı, mədəniyyəti, sənəti o qədər əvəz olunmazdı ki və bu gün mən bura gəlməsəydim, yəni ki, mən Tacir müəllimə necə baxardım? Çünki o mənim üçün böyük qardaş, böyük dost, yaxşı bir insandır və bu günlərim istədim ki, mən gəlim onun gəlini, özü bildiyim qədərini gəlin də mənim anamın yerisin, Qədəbəylidir. Allah xoşbəxt eləsin. Toyda olmadım, bilirsiniz, Naxçıvan konsertimdəydi və bir dənə balaca istədim ki, bax bu hədiyyəni mənim adımdan gəlinimizə aldım, gətirdim. Allah xoşbəxt eləsin. Gün o gün olsun, bir dənə balası olsun, balasına hədiyyə alaq. Kəmalə xanım, çox sağ olun. Təşəkkür edirəm bu süfrə üçün. Sizi dünyalar qədər çox istəyirəm. Üzürlü sayın ki, mən iştirak edə bilməmişəm. Amma elə ən gözəli evə gəlməkdir. Çünki toyda hamı, başqa şeylər, hamı eyni şey yeyir. Amma mənim üçün başqa süfrə açılıbdır. Eviniz şen olsun. Allah Teala sizin balalarınızı xoşbəxt eləsin. Siz çox böyük sənətiniz var. Mən bunu həmişə hər yerdə deyirəm. Və əvəz olunmaz bir sənətkarsınız siz. Və bizim hamımız sizlərdən baxıb bu günlərin toy səhnasına gəlmişik, oxumağa başlamışıq. Siz bizləri həvəsləndirmişsiniz. Və sizi hamı sevir, mən də sevirəm. Siz bizim böyüyümüzsünüz. Bu günlərim mən təəssüflər olsun ki, o toyda iştirak edə bilmədim, amma mən burada gəlib mütləq şəkildə sənin balanı təbrik etməliydim. Bu bizim borcumuzdur. Sizi sevirik də, siz başqa insansınız. Siz çox əzizsiniz mənim üçün. Şəxsən mən öz payıma deyirəm. Atalardan belə misal qonaq Allah qonaqdır. Allah'a da qurbanım, ona qonağına. Qonaq deyilsən, sən bizim evdən sayılırsan. Bizim şahsen benim en sevdiğim bir insansan, sen ürəyin təmizdir. Gördüğün işler güzeldir. Şimdi baxmayaraq ki, qıraqdan çox adam çox söz deyə bilər. Bəli. Amma göz qabağında sən qadın olaraq kişi hərəkətinin səndə çox mövcuddur. Hansı ki, elə kişilər var ki, o hərəkətlər eləmir. Amma sən eləyirsən. Sən əlsidə əl tutan adamsan. Yoxsula kömək eləyən adamsan. Allah səni həmişə başından töksün. Çox sağ ol. Bir dost kimi də əslində mən elə şeyləri söz eləyən deyiləm. Kimsə mənim işimə gəlməyib. Çünki mən özüm də elə o kimisə toyuna gedə bilməmişim. Amma ona görə də özümdən götürürəm. Həmişə özümü qoyuram o yerə ki, məsəl üçün, bunda bir iş olur. Gələ bilməyib bu. Amma bəlkə də toya gəlsən bu qədər sevinməzdim. Bura gəlmişəm. Bilirsən də niyə? Hələ çox sevinəcəm. Hələ çox sevinəcəm. Bu harası bitti? Sürpriz olarak qalsın. Sürpriz qalsın, bəli. Toya gəlsəydim bəlkə də bu qədər sevinməzdim. Bu gün çox sevindim. Bu gözəl bağlarını gözünə çıraq eləsin. Kəmalə xanımın da Allah əlini qolunu var eləsin. Düz deyil. Ya bir şey de düşürdü məni zorla yedin. Çək nə olur? Kamış elədi. Kamış elədi. Elə Tacir müəllim ona görə kökəlib. Yəni mən başdan deyim. Əsas oldu ki, sağ olun. Bu üzünüzdəki nur, bu belə şirinlik, istilik heç vaxt əksik olmasın. Gələn bu vaxtlarında sizi baba görək Allah qoysa. Bu gözəl qızınızı da Allah qoysa gəlin köçürdəsiniz. İnşallah, inşallah. Öpürük, çox sağ olun, var olun. Teşekkür ederim geldiğiniz için.